Salam bizim mətbəxə baxanlar. Bugün biz sizinle ev şəraitində sadə bir ağ-qara, yəni Ceninoç peçenyası bişirəcəyik. Bunun üçün bizə nə lazımdır? Biz elə xammalardan istifadə edirik ki, evdə hamının evində olsun ki, yəni bu peçenyanı hazırlamaq olsun. 2 stəkan undur, 2 stəkan un, 1 vanildir, 2 çay qaşığı qabartma tozu, 1 yumurta, 1 xörək qaşığı və ya xörək qaşığı yarım kakao olacaq bizdə. Biraz duz, 100 qram yağdır, yarım stəkan pesokdur. Bir də 3-4 xörək qaşığı xamadır. Xamadan istifadə edəcəyik. Əvvəlcə nə edirik? Biz əvvəlcə deməli götürürük unu, əliyirik, un ələyindən keçirdirik. 2 stəkan undur bizdə. Bu 2 stəkan unu un ələyindən keçirdəcəyik. Bu çox sadə peçenya olmağına baxmayaraq, həm də çox belə necə deyərlər, həm dadlıdır, həm də görünüşü də çox gözəl. Yəni ağ-qara şəklində olacaqdır, yəni maraqlı olacaq. Əgər axıra kimi izləsəz görərsiniz. Ev şəraitində ümumiyyətcə peçenyaların hazırlanması insana həm zövq verir, həm də insan ağzının dadı tamı ev şəraitində başqa cür. Yəni biri var satın alma, biri də var ki özün bişirəsən. Həm də qırazdakılar qiymət verir, sənə ləzzət eləyir. Ona görə də məsləhət görərdim ki, siz də bu peçenyadan, əgər xoşunuza gəlsə, təbii ki, əgər xoşunuza gəlsə, bişirib, özü tez hazır olur. Yəni gedən məmulatlarda çox sadədir. Elə bir şey yoxdur burada. Bir hissəsini elədim. İndi o qalan bir hissəsinə 2 çay qaşığı qabartma tozu əlavə edəcəyəm. Və onunla belə bir yerdə ələyəcəm. Bunu elədikdən sonra bura bir paket vanil, tökəcəyik. Deməli bizdə bunların hamısı quru məhsullardır. Yəni gördüyünüz kimi. Bunu belə qarışdırırıq bir yerdə bunları. İndi bunu qırağa qoyuruq. Bunu qırağa qoyduqdan sonra deməli biz nə edirik? Biz götürürük bir dənə yumurta, bir yumurtanı qırırıq. Bir yumurta. Deməli yumurtanı tökürük, çalmaq üçün hazırlayırıq bunu. Bura biraz duz əlavə edirik. Bu duzu ona görə əlavə edirik ki, o deməli çalınanda yaxşı həll olsun və köpüklənsin. Biraz çaldıqdan sonra şəkər tozunu əlavə edəcəyik. Artıq şəkər tozunu yavaş-yavaş tökürük. Gördüyünüz kimi. Yarım stəkan şəkər tozunu verir. Stəkan ölçüsü də bax budur, bunun yarım stəkanıdır. Çaldıq. İndi bura 3-4 qaşıq xama, qatı xama. Bunu da çalırıq. Artıq bu çaldıq, deməli, xama, pesok, bir də yumurta. İndi isə yağı biz çalacağıq ayrı bir qabda. 100 qram yağdır.
Yağ istəsəz margarin də götürə bilərsiniz, kərə yağı da götürə bilərsiniz. Amma əslində peçenyalar deməli margarinlə daha yaxşı çıxır. Yağımızı çaldıq, bax bu cürə. İndi bu qarışığı onunla birləşdirəcəyik. Belə tökürük bura, qarışdırırıq. Və bunları bir yerdə yenə də qarışdıracağıq. Artıq hazırdır xamalarımız. İndi biz bunu, unu biraz götürəcəyik. Deməli, bizdə xəmirin bir hissəsi qarı olacaq, bir hissəsi isə ağ olacaq. Ona görə bunun yarısını belə götürürük. Bu yarısı qalır. Çox hissəsi ağa qalsın. Az hissəsi belə. Bunu götürəndən sonra həmin bu kakao qarışığını da tökürük bunun üzərinə. Əgər kakaomuz azdırsa, biraz kakao əlavə edə bilər. Kim qara, yəni tünd şokolad kimi xoşlayırsa, elə bir şey, yəni kakaosunu çox eləsin. Mən də kakaosunu biraz əlavə edəcəm. Deməli, bir xörək qaşığı tökmüşdüm, indi bir xörək qaşığı da tökəcəm. Yəni tünd olsun. Bu belə, bu qarışıq belə. Bunu qarışdırırıq. Bunu qarışdırandan sonra indi isə bu götürdüyümüz bu qarışığı bunu da iki hissəyə böləcəyik. Bunu da iki hissəyə böləcəyik. Deməli, yarısını bura. Xəmiri yoğuracağıq. Porsiyanı əgər çox istəsəz, siz bunları artırarsınız. Yəni, xamaları artırarsınız, xamaları. Məndə bu qədər bəs edər. Artıq gördüyünüz kimi xəmirimizin biri hazırdır. Demək olar ki, qəşəng yumşaq, yağlı xəmir alındı. İndi o biri xəmirə keçəcəyik. Yəni tünd kakaolu xəmirə. Onu da bu qayda ilə yoğuracağıq. Bu cürə. Sağ ol. İndi bu bir xəmirdən başlayacağıq. Həmin bu qarışığı yavaş-yavaş tökəcəyik bura. Artıq xəmirlərimiz hazırdır. Gördüyünüz kimi, bax bu cürə biri qara, biri də ağ xəmirdir. Yəni biri kakaoludur, biri də deməli bu elə belə sadə bir xəmirdir. İndi biz nə edirik? İndi biz götürəcəyik. Xəmir yayanı deməli götürürük. Bura bir balaca xəmirdən qoyacağıq. Bu xəmiri bölürük. Bunların hərəsini iki yerə bölürük.
Bacardıqca ondan az istifadə eləyin yayanda. Yəni yapışan xəmir olmayacaq bu. Əslində yağlı xəmirdir. Biz bu deməli işləri görənə kimi artıq duxovkanı qoymuşuq qızmağa. 15-20 dəqiqəyə bu peçenyalar hazır olacaq. Nəzərinizə çatdırım ki, həmin bu peçenya xəmirləri ki, bu xəmir elədir ya. Yəni kakao qatmasaz, əgər bir cins bir xəmir düzəltsəniz, o xəmirdən bu peçenyadan başqa cür vatruşkilər, başqa peçenya yayırsınız və fiqurlu kəsmək və yaxud da ki, rulet kimi peçenyalar hazırlamaq olar. İndi biz götürürük əvvəlcə ağ hissəni. Bax, gördüyünüz kimi, qəşəng də xəmir alınıbdır. Əgər mən dediklərimi eləsəz, sizdə də belə alınacaq. Belə. Bir balaca bunu başlayırıq yaymağa. Elə yaymalısınız ki, o yapışmasın. Xəmirimizin birinci hissəsini yaydıq. Nə çox nazik, nə çox qalın. Yəni, bacardıqca yayın. Bu belə bir xəmirimiz. İndi qara xəmiri, kakaolu xəmiri götürürük. Bunu da həmin qayda ilə yayırıq, həmin ölçüdə. Və sonra üstə qoyacağıq bunları. Kalbasa kimi bükəcəyik. Arasına yağ sürtmək lazım deyil. Ona görə ki, bu özü yağlı xəmirdir. Həm də biz bunu kəsib, deməli, ağız üstə yox, elə bir kəsib hissələri duxovkanın içinə sarı olacaqdır. Ona görə onda yağı tökülə bilər. Yəni, lazım deyil heç nə. Belə quru halda duxovkanın listinə perqament kağızı, yəni kağız sərirsiniz ki, indi göstərəcəm sizə. Peçenyalar rahat çıxsın oradan. Sən də yayırdıq. Biraz ehtiyat eləmək lazımdır ki, bunlar bir-birinin üstünə düşsün. Belə. Şimdi bunu belə götürüb bölürük. İndi başlayırıq bunu bükməyə. Baxın, əlimə. Belə bükə-bükə rulet kimi bükürük. Bunu büktük. Şimdi nə edirik? Baxın, diqqətlə baxın. Bu cür elədik. Şimdi bunları baxın belə bu cürə kəsəcəyik. Bu cürə də qoyacağıq. Şimdi duxovkanın listini götürürük. Böyle liste yığacağıq. Görürsünüz, liste yığmışam. Yəni perqament kağızı sərmişəm. Bir balaca əlinizlə belə eləyirsiniz. Bunlar özləri şişəcək, çünki qabartma tozu var burada. Əgər ölçüsünü böyük istəyirsinizsə, biraz böyük kəsə bilərsiniz. Kimə necə rahatdır. Görürsünüz, içi. O belə qat-qat olacaqdır.
Artıq bir hissəsini düzəltdik. İndi ikinci qata başlayırıq. Burada isə birinci biz deməli qara kündədən istifadə edəcəyik, yəni kakaolu. Yadınızdadırsa biz birinci ağ kündədən istifadə etmişdik. İndi isə belə bunun üzərinə qoyacağıq biz ağı. Çox artımlıdır. Yəni evdə bişirilən ümumiyyətcə təamlar hamısı dadlı olur. İndi başlayırıq yenə bişməyə. Ümumiyyətcə şirniyyat bişirəndə əsas tələb olunan nədir? Yəni əlinizi qorxutmayasınız, yəni ürəkli hərəkət eləyəsiniz. Bir dəfə yaxşı alınar, bir dəfə pis alınar. Yəni burada qorxulu heç nə yoxdur. Bunlar hamısı mənim özəl reseptlərim olduğuna görə kimsə bəyənməsə, yəni istəməz bişirməsin. Yəni bunlar özəldir. Bu belə. İndi bunları doğrayacağıq. Bax, indi bunların görünüşü də belə olacaq. Qaralı. Özünüz biraz forma verin. Mən kiçik elədim. Siz istəsəniz biraz böyük eləyərsiniz. Çox nazik də kəsməyin. Ona görə ki, nazik kəssiz peçenyalar tez bişir və tez yanır. Amma belə biraz qalın, həm də bu şişir, qəşəng olur. Pirojna kimi. Və bunun görürsünüz, forması da bir ayrı cürdür. Bir başqa cür olacaq. Bir qaba qoyacaqsınız, müxtəlif formalı və qarışıq. Və evdəkiləri sevindirə bilərsiniz. Gördüyünüz kimi peçenyaları doğramışıq, listə yığmışıq, hazırdır. Deməli, həmin ki o ərzaqlar demişdim, bu ərzaqdan 40-41 dənə belə peçenya alınır. Duxovkanı da 200-220 dərəcə temperaturda 15 dəqiqəyə peçenyalar hazırdır. Qızdırmışıq, indi qoyuruq bişməyə. Gördüyünüz kimi artıq deməli 15 dəqiqəyə bizim bu peçenyalarımız görürsünüz necə şişiblər, qəşəng formada. Əvvəlcə kiçik idi ölçüləri, indi böyüyüb, qabartma tozu vurduğumuza görə. İndi bunları biz bir-bir deməli qaba yığacağıq. Baxın, altı da belə qəşəng. Çox dadlı peçenyalardır. Məsləhət görürəm ki, elə siz də evinizdə bişirəsiniz. Həm qonaq qarşısına çıxarda bilərsiniz, həm də özünüz, ailənizlə nuş edə bilərsiniz. Kağızı sərməkdə məqsədim oydu ki, bu altı çox yapışmasın. Deməli, testamız qəşəng çıxsın. Bu da alınıb bizdə. İstədiyiniz formanı verə bilərsiniz. Deməli, qaba yığdıq peçenyaları. Deməli, bu peçenyaların əsas özəlliyi bunun belə qarışıq olmasıdır. Mən istərdim ki, bunu bəyənənlər hamısı bu peçenyadan bişirsinlər evləri üçün, uşaqları üçün. Həm özləri bilir nə içinə qatırlar, həm də ki, əllərindən çıxan deməli peçenya çox dadlı olur. İnsan öz əli ilə düzəltdiyi bir şey çox dadlı olur. Gərək onun üstündə işləyəsən və həvəsin olsun. Buyurun, nuş olsun.